Dünya siyasətində söz sahibi olan liderlərin qol saatlarının brendi və təxmini qiymətləri açıqlanıb. Unikal Azan araşdırmasına görə Rusiya prezidenti Vladimir Putinin saat kolleksiyası illərdir müzakirə mövzusudur. Onun ən diqqət çəkən modellərindən biri Patek Philippe Perpetual kalendar hesab olunur. Bu modelin qiyməti $80.000-dan xeyli yüksəkdir və lüks saat segmentində xüsusi yer tutur. Keçmiş Amerika Birləşmiş Ştatları prezidenti Joe Bidenin ən çox diqqət çəkən saatı Rolex Day-Date modelidir. Ağ, qızıl və platin variantları ilə təqdim olunan bu modelin qiyməti $40.000-dan yuxarıdır. Fransa prezidenti Emmanuel Macron daha zərif və prestijli seçimlərə üstünlük verir. Onun taxtığı Rolex Cellini modelinin qiyməti təxminən $15-25.000 aralığındadır. Böyük Britaniyanın keçmiş baş naziri Rishi Sunak'ın əsas seçimi Omega Augutera seriyasıdır. Bu saatlar $5-7.000 civarındadır. Kanadanın keçmiş baş naziri Justin Trudeau minimal dizaynlı AVC Pilot Watch modelindən istifadə edir. Sadə görünüşlü saatın qiyməti $4-6.000 arasındadır. Almaniyanın keçmiş kansleri Olaf Scholz isə təvazökar zövqü ilə seçilir. O əsasən Yoangs Max Bilux sadə alman dizaynlı saatlara üstünlük verir. Bu modelin qiyməti $600.000 aralığındadır. İtaliyanın baş naziri Giorgia Meloni zərif, lakin güclü imicinə uyğun olaraq Cartier Ballon Bleu modelini taxır. Lüks dizayna malik bu saatın qiyməti $5-8.000 civarındadır. İspaniyanın baş naziri Pedro Sanchez daha idman üslubuna uyğun Tag Heuer Carrera modelinə üstünlük verir. Bu saatlar $3-6.000 aralığındadır və dinamik həyat tərzini əks etdirir.